Rəsmi Moskva sanksiyalara və beynəlxalq təzyiqlərə baxmayaraq öz hərbi mövqeyini möhkəmləndirib. Qərb rəsmiləri Ukraynanın məğlubiyyətinin onların geosiyasi maraqlarına ciddi zərbə vuracağını etiraf etsələr də, praktiki olaraq bu müharibənin axarını dəyişdirəcək həlledici addımlar atmayıblar. Donald Trump'ın yenidən prezident seçilməsi Avropada qərb düşərgəsində narahatlığı artırıb. Onun Ukraynanı bir kənara qoyaraq Rusiya ilə danışıqlara başlaması isə transatlantik münasibətləri gərginləşdirib. Bu vəziyyət Avropa liderlərini hərəkətə keçməyə vadar edib. Onlar təhlükəsizlik sahəsində yeni strategiyalar hazırlamaq üçün fövqəladə görüşlər keçirirlər. Bir həftə ərzində Avropa liderlərinin 2 dəfə bir araya gəlməsi qitənin yeni bir reallıqla üzləşdiyini göstərir. Martın 6-sında Brüsseldə keçirilən sammitdə Avropa Komissiyası qitənin hərbi gücünü artırmaq məqsədi ilə 800 milyard avroluq silahlanma planını təqdim edib. Bu plan Avropanın hərbiləşmə siyasətinin sürətləndiyini və gələcəkdə öz müdafiəsini daha müstəqil şəkildə təmin etməyə çalışdığını göstərir. Avropa Komissiyasının təklifinə əsasən qurum üzvləri müdafiə məqsədləri üçün 150 milyard avroya qədər borc götürəcəklər. Bu vəsait kapital bazarlarından cəlb olunacaq və Avropa ölkələrinə birgə silah almaq şərti ilə kredit şəklində veriləcək. Məqsəd qitənin hava hücumundan müdafiə sistemlərini gücləndirmək və Ukraynaya hərbi dəstəyi davam etdirməkdir. Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyub. Artıq sülh danışıqları fonunda strateji oyunlar başlayıb. ABŞ prezidenti bəyan edib ki, müharibədə ölüm hallarının qarşısını almaq üçün Rusiya ilə danışıqlar aparır. Lakin Vaşinqtonun diplomatik təşəbbüsündə sülhdən çox iqtisadi maraqlar ön plandadır.